Faiq müəllim, siz həm Türk dünyasının ictimai fikrini araşdırırsınız, fəlsəfə tarixini araşdırırsınız, əlbəttə ki, bugününü də araşdırırsınız. Bugün bizim fikirlərimizin bir olması üçün nələr etməliyik? Bax, hansı layihələri siz daha real görmək istəyirsiniz? Yeri gəlmişkən, Gülu xanım reklam vaxtı dedi ki, rəqəmsal dövrdə biz niyə kağız dəvətnamə verməliyik? Bizim sosial mediamızı izləyirdisə, özü durub gələ bilərdi. Doğru deyir. Gərək biz bir-birimizi daha yaxından izləyək. Bayaq dediniz, yaxından izləyim, tədbirdən xəbəriniz oldu. Buyurun. Görünür, yaxın, bəzən qapılarımız bir-birinə yaxın olanda ancaq məsafə çox böyük olur. Bəzən isə əksinə olur. Məsafə, məsəl üçün, birimiz oturmuşuq, deyək ki, Altay şəhərində, Aşqabadda ya Kərkükdə, ancaq daha yaxınıq. Bu necə olur? Məsələnin elə problemi kökü də bundadır ki, bəzən qapı bir qonşumuzun nə etdiyini bilmirik, ancaq uzaqdan bir çox şeyləri bilirik. Görünür, bu məsələlərdə biz sistemi hələ qura bilmirik. Buna görə də mən düşünürəm, əslində biz bu süni intellekt, rəqəmsal dünya və s. və axı, hələ biz Türk xalqları olaraq bu məsələdə yetərincə bir bazaya malik deyilik. Niyə malik deyilik? Çünki son əsrlərdə tarixdə, mədəniyyətdə, fəlsəfədə, ədəbiyyatda demək olar ki, bu bizim beynimizin məhsulu deyil. Bizim beynimizin məhsulu olmayan bir şeyləri bəs rəqəmsal dünyada necə mənimsəyirik? Demək olar ki, öz ruhumuzla mənimsəmirik. Bu məsələlər ciddi məsələlərdir. Bilirsiniz, süni intellekt, ya rəqəmsal dünya, texnologiyalar, biz onlara tanış ola bilərik müəyyən mənada. Ancaq necə idarə etməyi, necə yönləndirməyi, hələ ki, o bizim əlimizdə deyildir. Burada hörmətli Türkiyədən iştirak edən hocamız da deyir ki, daha qədim dövrlərdə biz necə oldu, indi necə başladıq. Mən elə fikirləşmirəm ki, yollar bizi birləşdirdi, gəmilər birləşdirdi, yaxud da ki, dəmir yolları və s. indiki günümüzdə. Bəlkə proses əksinə baş vermişdi. Biz daha qədimlərdə